Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər. Problem var, indi ortağı nəticəni bir yerdə izləyək. Diqqətlə baxsaq, hər bir şey membrandandır, membran rejimləndir. Bu hissələrdə aks liniya verib. Demək, membranları təmizlədik, platanı təmizlədik, prosesori işləyəcək. Hemen düzü təmizləyək. Membranlar ayrı-ayrı hamısı təmizləndi. Hal-hazırda laboratorun adaptörə qoşmuşuq. Prosesor dərəcəsini ölçürük. İş fəaliyyətində gecikmə yoxdur. Yəni batareyka yemir prosesor. Arağın gruzunu da qoyduq. Heç bir hissəsini zədələmədik. Hər pultun özünə görə açarı olur. Bütün knopkalar pambıq kimi işləyir. Demək, bu DVD-də var, radioda var, yazıma da var funksiyası, televizor funksiyası var. Yəni, bütün funksiyaları da işləyir. Demək, bu qədər. Çox sağ olun izlədiyinizə görə.